Yəqin fikirləşirsiniz ki, bu əlindəki nədir? Benzin filtridir. Və biz Toyota servisindəyik, rəsmi servisdə. Gördükləriniz isə ehtiyat hissələridir. Ehtiyat hissələrinin həm orijinalı, həm də saxtası burada nümayiş olunur. Bu benzin filtri, bu orijinalıdır. Təbii ki, bunun qeyri-orijinalı da var. Çəkidə belə hiss edirsən, yəni bax, bu daha yüngül materialdır. Bu isə biraz ağırdır. Fərq olaraq bunun başlıqları qırmızıdır. Burada hologram bunda var, qeyri-orijinalda yoxdur. İndi istifadəçi sual verir ki, mən bunu necə aydınlaşdırım? Ki, saxtadır ya keyfiyyətlidir. O zaman biz sadəcə onu tövsiyə edə bilirik ki, yalnız bu cür ehtiyat hissələrini rəsmi servisdən alın. Çünki rəsmi servisdən alınırsa, deməli, orijinaldır və rəsmi servis satdığı hər bir ehtiyat hissəsinə zəmanət verir. Biz bəzən gedirik dükana ki, əyləc qəlibləri istəyirik, nakladka. Bax, burada düzülüb Toyota'nın böyük modelləri üçün və yaxud da bu kiçik modelləri Corolla üçün əyləc qəlibləridir. Məsəl üçün, satıcı götürür, ikisini bax belə qoyur ki, hə qardaş, bu orijinaldır, bu da sex malıdır. Bu da məsəl üçün, nə bilim, biraz orta səviyyədir. Nə pisdir, nə yaxşıdır. İndi məsələn, üzümüzü belə çevirsək, təzədən o satıcı onu belə qarışdırsa, təzədən yenə eyni sözü desə, biz yenə də inanırıq. Çünki bilmirik. Məsələn, burada kod göstərilir. 04 465 33 480. Qeyri-orijinalın kodudur. Orijinalda da eynidir. Baxın, 04 465 33 480. Bu orijinaldır. Siz bunu necə aydınlaşdırasınız? Üstündə, baxın, bu qeyri-orijinalın heç bir yazısı yoxdur. Burada isə bu qeydiyyat işləri aparılıb. Amma təbii ki, bunu qutuda sizin qarşınıza qoysa, baxa-baxa qalacağıq və bilməyəcəyik ki, söhbət nədən gedir. Əyləc qəliblərində bəzən sual verirlər ki, nə fərq var? Orijinal və yaxud da qeyri-orijinal, əsas odur, gedir. Elə deyil. Burada müəyyən elementlər var. Baxın, bunların keyfiyyətinə. Əyləc qəlibinə görə yanan maşınlar var. Çünki əyləc qəlibinin tərkibində, bax, bunun içində o qədər kristallar var, maddələr var ki, onlar qoxuya qarşıdır, onlar yanmaya qarşıdır. Deyək ki, yağ filtrləri. Baxın, bu qeyri-orijinaldır, bu orijinaldır. İstehsal ölkəsindən fərqi yoxdur. Əsas odur, orijinal mal, yəni zəmanətlə satılan maldır. Çində istehsal olunub, Tayvanda istehsal olunub. Əsas odur ki, Toyota buna rəsmi olaraq zəmanət verir ki, bu mal mənim malımdır, cavabdehəm. Amma digəri harada istehsal olunub bəlli deyil. Sadəcə qutusu eynidir. Məsələn, yağ filtrlərinin funksiyası. Zərərli hissəciklər var. Filtr normal işləməyəndə bu hissəciklər mühərrikə düşür və ziyan vurur. Hava filtri. Baxın. Necə bilmək olar ki, hansı orijinaldır, hansı qeyri-orijinaldır. Bax, bu qeyri-orijinaldır və yumuşaq materialdır. Baxın, barmağımla basıram, əzilir. Və qalınlığına da baxanda hiss olunur. Fikir verirsiniz. Amma bu, yox. Bax, bunu görürsünüz, əzilmir. Tərpənir, amma əzilmir. Buna baxın. Baxın. Əzilir. Həm tərpənir, həm əzilir. Bax, bu hava filtri bizim ciyərlərimizi maşın sürərkən çirkli havadan, çirkli tozdan, hissəciklərdən qoruyur. Biz bəzən cibimizi fikirləşirik, amma sağlamlığa da dəyər vermək lazımdır. Bunun üçün də keyfiyyətli ehtiyat hissələrinə üstünlük vermək lazımdır. Keyfiyyətsiz ehtiyat hissələri təbii ki, bizim həyat və sağlamlığımız üçün təhlükəlidir. Bunu mütəxəssislər də təsdiqləyir. Məndən sonra izləyəcəksiniz. Həm Dövlət Yol Polisinin nümayəndəsi danışacaq, həm digər mütəxəssislər danışacaq və görəcəksiniz ki, qeyri-orijinal ehtiyat hissələri əslində bizə nə qədər zərər vurur. Adam var, görürsünüz, deyir,
tormozdan çox istifadə edirdim. Yoxuşu aşağı düşəndə maşının təkəri alışdı, yandı. Bu qeyri-orijinal qəliblərin nəticəsidir. Və bu qəliblər həm də vurur, bu dircəyi apornu disk deyirlər. Həmin o diski sıradan çıxarır. Və disk öz-özlüyündə ən azı bir 4-5 belə deyək də nakladkanın qiyməti nədir? Nəticə etibarilə biz güya buradan bir 50 manat qabağa düşmək istəyirdik. Oradan vurub bir 300-400 manatlıq ehtiyat hissəsini sıradan çıxarmış oluruq. Yağ filtri ilə bağlı eyni vəziyyəti deyə bilərik. Mühərrikə o qədər ziyan vurur ki, bu filtrin yəni orijinalının qiymətində bir 20-30 manat fərq ola bilər. Amma mühərriki bir dəfə açıb bağlamağın qiymətini bilirsiniz elə. Təkcə açıb bağlamaq ki, neçə başa gəlir. Benzin filtri ilə bağlı. Orijinal benzin filtr benzinin tərkibindəki o çirkli maddələri yığır, bax burada saxlayır. Bunun funksiyası deyil, ondan ibarət. Amma qeyri-orijinal nə gəlir, hamısını buraxır sistemə. Nəticə etibarilə benzin uçur. Ziyana düşürük. Buradan fikirləşirik ki, fərqi nə idi ki, bunu da aldıq, qoyduq ora, maşın işlədi, bunu da aldıq, qoyduq ora, maşın işlədi, amma hər dəfə yanacaq doldurma məntəqəsinə girib benzin vurduqca heç biz onun fərqinə də varmırıq ki, əslində bizim cibimizə girən, bax bu qeyri-orijinal ehtiyat hissəsidir. Bu hələ cibimizə girən bir tərəfdir. Bunun ikinci tərəfi də var, axı, vurub digər sistemləri də məhv edir. Ona görə biz Avtosfer az saytı olaraq bir neçə aydır Toyota ilə birlikdə bu layihəni işlədik və düşünürəm ki, bu layihə bir çox insanları ayıltdı. Hətta indiyə kimi əşya heç bir fərqi yoxdur deyənlər də artıq başa düşür ki, orijinal və qeyri-orijinal ehtiyat hissələri arasında maddi cəhətdən nə qədər fərq olsa da, əslində onun təhlükəsizlik baxımından, sağlamlıq baxımından əhəmiyyəti çox böyükdür. O puldakı fərqdən çox-çox böyükdür. Bunu biz dedik, mütəxəssislər də təsdiqləyir. Sorğu keçirdiyimiz sürücülərin də bir çoxu bunu təsdiqləyir ki, bəli, keyfiyyətli mala həmişə üstünlük veririk. Bir çoxları sorğuda bəlkə belə iştirak edir, amma mən inanıram ki, onlar səmimi şəkildə danışıblar və məndən sonra o sorğuda iştirak edənlərin də bir neçəsinin cavabını eşidəcəksiniz, eyni zamanda mütəxəssislərin də. Və bir daha tövsiyə edirəm ki, avtomobilin saz vəziyyətdə qalması üçün, uzun ömürlü olması üçün, yol hərəkət təhlükəsizliyi baxımından, sizin həyat və sağlamlığınız baxımından, daşıdığınız sərnişinlərin və ətrafda olan digər vətəndaşların təhlükəsizliyi baxımından keyfiyyətli ehtiyat hissələrinə üstünlük vermək lazımdır. Bəli, olub və ümumiyyətlə götürəndə 4 əsas sistem var ki, onlarda saxta hissələr, ehtiyat hissələri istifadə etmək düzgündür. Bunlardan birincisi avtomobilin tormuz sistemi. Səhv qəliblərdən, saxta qəliblərdən istifadə etmək qəzaya səbəb olar. Yəni, ən belə mühüm anda tormuz deməli işləməyə bilər. Bu bir. İkincisi, saxta hissələrin sükan idarə etməsində istifadəsi çox qorxuludur. Çünki təsəvvür edirsiniz, sükanı fırlayırsan, maşını isə düz gedir, tükana girir. Deməli, avtomobilin askısında saxta hissələr istifadə etmək qəti olmaz. Çünki bu maşının yenə də qəzaya düşməsinə səbəb ola bilər və ən axırıncısı, ən bu dəqiqə aktual bilirsiniz nədir? Avtomobillərin alışması. Bu nəyə görə əsasən olur? Zavod günahından maşınların alışması çox az hallarda olur. Əsas sürücülərin elektrik sisteminə deməli müdaxiləsi, 360 kamera qoyurlar, maşının salonunu və yaxud tavanını işıqlandırırlar. Eləsinlər, amma ki bunu deməli professional ustalara vermək lazımdır. Kimə gəldi, vermək lazım deyil. Əslində bu maşının ömründən çox insanın ömrünü qısalda bilər. Çünki əgər sükan mexanizmində hansısa bir problem yaranarsa, bu deməkdir ki, yəni sən idarə etməni itirərsən də. Biz indi həmişə tez-tez eşidirik ki, deyir ki, hansısa avtomobil idarə etməni itirərək yoldan çıxdı, qəza törətdi. Və bunların normal olaraq araşdırılmaması ona gətirib çıxardır ki, elə keyfiyyətsiz ehtiyat hissələrindən hansısa qəzalar baş verir, bizim bundan artıq xəbərimiz olmur. Nəqliyyat vasitələrində istehsalçı müəssisə tərəfindən nəzərdə tutulmayan və qustar üsulla quraşdırılan avadanlıqlar, eyni zamanda bayaq qeyd etdiyiniz kimi qeyri-orijinal
ehtiyat hissələri müəyyən müddətdən sonra nəqliyyat vasitələrinin də sıradan çıxmasına səbəb olur və nasazlıqlar yaranır. Xüsusilə də qeyri-orijinal təkərlər, sükan idarəetmə mexanizmi, əylət sistemi və onun qəlbləri və xarici işıq cihazları nəqliyyat vasitələrinin idarə edilməsində müəyyən çətinliklər yaradır. Hətta əlavə olaraq qeyd edim ki, xarici işıq cihazları bəzi hallarda nəqliyyat vasitələrində yanğınların baş verməsinə də səbəb olur. Odur ki, sürücülərdən nəqliyyat vasitələrində istehsalçı müəssisə tərəfindən nəzərdə tutulan ehtiyat hissələrindən istifadəyə üstünlük vermələrini və ümumilikdə isə nəqliyyat vasitələrinin texniki sazlığını daim diqqət mərkəzində saxlamalarını xahiş edirik. Maşına ehtiyat hissələri hardan alırsınız avtomobil? Servisdən oldu. Mən də servisdə kullanıram. Bəs onlara birə-bir oxşayanlar yəni saxtalar Var, rastlaşmışam. Onu ayırt edə bilirsiniz, saxta və Əlbəttə. orijinal olduğunu ayırt edə bilirsiniz. Bəli. Avtomobilə ehtiyat hissələrini hardan alırsınız? Belə maşın bazarında, Babək maşın bazarında. Bəs bilirsiniz ki, onlar bəzi yerlər orijinala birə-bir bənzəyən ehtiyat hissələri verirlər. Bilirəm. Ayırt edə bilirsiniz bəs onları. Bəli, təbii ki. Keyfiyyətli malın öz qiyməti var. Avtomobilə ehtiyat hissələrini hardan alırsınız? Bazardan. Bəs bilirsiniz ki, bunları orijinal adı ilə birə-bir saxtaları da olur. Əlbəttə ki, olur. Bunu ayırt edə bilirsiniz saxta ilə orijinalı. Aldığım adam tanışdır, yəni inanmıram ki, mən saxta verim. Yəni özünüz amma ayırt edə bilirsiniz. Özüm çox vaxt yox.